Ay millət, 3 gündür kontur salmışam, bir müddət qutarır. Sizi belə görüm, heç o müddətə qalmayasınız. Bu nə biabırçılıqdır, bu nədir? Bu milləti yıxıb sürüyəcimizmi? Elə sürüyürsünüz də. Hər gecə bir qanun, bir cərimə, bir qanun, bir cərimə. Getmişəm işıq qaz pulu keçirməyə, deyir 1 manat da artıq keçirməlisən. Bu nə olan şeydir? Təzə qanundur. Suya limit tutulacaq. Vay 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 vay, sizi görürüm. Öləndə güməyə üstünüzdə heç bir su tapılmasın. Kəmər taxmayıbsan, cərimə. Arxa taxmayıbsan, cərimə. Sürəti aşıbsan, cərimə. Kəmər nə zibildir ki, adam ölümdən saxlayar. Allah taladan ölüm bir Allah adamı kimi deyirəm. Ayına, gününə, saatına, dəqiqəsinə də yazılır. O mümkünsüz məsələdir. Bir nəfər yuxusunda görür uşaq öləcək. Uşağı evdə qov, qapıyı qıfıllayıb gedir. Ki, bir gün uşağın önündən eşə çıxmasın. Gələndə görür şifanirin başından ütü düşüb, uşağın kəlləsinə dəyib ölür. Qonşuya deyirəm, nə vaxtı sən işə çıxmırsan, niyə? Qazaq gəncə qazeli sürürdü. Deyir, köhnə maşınları gənciyə buraxmıyorlar. Ay köpək uşağı, ay it uşağı. Ha vaxt köhnə maşının kreditini verə bildi ki, təzə maşını da ala bilər. Sonra təzə qanun çıxır. Kimin maşını var, 10 manat cərimə ödəməlidir. Bu da odur ki, bir neçə gün bundan əvvəl televizorda deyildi ki, metronun stansiyası artdıqca ödəmə pulu artacaq. Ay sizə heç uğur olmuyor. Onu icra eləyəni də Allaha tapşırıram. Belə xərçəngə tutulsun, heç dərmanı tapılmasın. Günün televizorda nə deyilir? Ər-arvad ailədə münaqişəsi olarsa aparsın, məhkəməyə verirsin. İndi də ər-arvadın arasına girdiniz. Ailənin içinə mi girdiniz? Bu nə deməkdir bilirsən? Məhkəmədə kim iddia qaldırıb banka pul keçirməlidir. Bax, buna əl atıblar. Milli Məclisdə oturanlar, hərəniz bir qırmızı qalstıqı taxıb, orada nəyə oturursunuz, sən? Niyə oturursunuz orada? Siz ki, bu işlərə diqqət yetirməyirsiniz, niyə oturursunuz orada? Prezidenti tərifləyəcəm. Prezident gözəl insandır. Əsl prezidentliyə layiqdir. Hansı prezident onun bildiyi qədər çox dil bilir. Ümumiyyətcə hər cəhətdən. Savadına, səviyyəsinə, tərbiyəsinə söz ola bilməz. Bu cəmaatın məsələsini Milli Məclislərdəkilər ona çatdırmalıdırlar. Onlar çatdırmalı. Elə bilməyək ki, mən prezidentə yaldaqlanıram, qorxuram. Xeyr, mən kim? Prezident kim? Bir adam ki, yer kürəsində, dünya miqyasında yeganə adam olsun, Allahı görürsün və görürsün. Prezidentdən niyə qorxmalıyım, niyə yaldaqlanmalıyım? O mənə yaldaqlanmalıdır.